İsra surəsi 23-24-cü ayədə Allah Teala fikir versə, özündən başqa heç kəsə ibadət olunmamasını əmr edəndən sonra valideynə yaxşılığı tapşırır. Və bil valideyni ihsanən. İhsan sözü yaxşılıq deməkdir. Valideynə yaxşılıq etmək. Fikir versə, bu ayədə Allah Teala valideynə itaətə əmr eləmir. Əmr eləmir ki, onlara itaət, mənə ibadət eləyin, yalnız mənə ibadət eləyin, valideynə də ibadət yaxud itaət eləyin, bunların heç birini buyurmur. Buyurur ki, yaxşılıq eləyin. Buradan insan bilir ki, ehsan istəyir valideyn haqlı olsa da, haqsız görünsə də, ürəkdən gələn bir yaxşılıq davranış xüsusiyyətidir. Və nəfsin tərbiyəsi üçün çox mühüm məsələdir. Bəzən görsən, Allah Teala Quran-Kərimdə özünə itaəti buyurandan sonra fikir verirsə, Allaha itaəti əmr edir. Allaha itaəti əmr edir, sonra isə Peyğəmbərə itaəti əmr edir. Daha sonra ulul əmrə itaəti əmr edir. İtaət. İtaət elə bir şey ki, nədirsə ondan oturub durmalısan. Amma valideyn barəsində bunu işlətmir. Valideyn barəsində itaət kəlməsini yox, yaxşılıq kəlməsini işlədir.